Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən 2025-ci ilin noyabr ayı ərzində Bakı şəhər üzrə 24, Respublikanın digər şəhər və rayonlarında isə 4 aptek olmaqla ümumilikdə 28 aptekdə təftiş aparılıb. Bu yoxlamaların 22-si plan üzrə təşkil olunub. Yoxlamalar zamanı 5 aptekdə nöqsanlar aşkarlanıb. Müxtəlif nöqsanlar üzrə ümumilikdə 6 protokol tərtib edilib. Paytaxt ərazisində 4 nöqsan, bölgələrdə keçirilən yoxlamalar zamanı isə 1 aptekdə 2 nöqsan aşkar olunub. Aşkarlanmış faktlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə qeydə alınıb. İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi üzrə İnzibati Xəta Protokolu apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına, 452.3 maddəsi isə aptek otaqlarının divarları və döşəməsi hamar olmayan, özündə toz saxlayan və dezinfeksiya vasitələrin istifadəsilə nəm təmizləməyə davamlı olmayan örtüyə malik olması, yəni aptek təşkilatlarına dair tələblərin pozulmasına görə tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi üzrə tərtib olunmuş protokola görə aptek təşkilatları 150 manatdan 250 manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə pozuntuya görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir. Fürsətdən istifadə edərək vətəndaşlara bir daha müraciət edirik ki, aptek təşkilatlarında müşahidə etdikləri qanun pozuntuları ilə əlaqədar am@farma.az elektron ünvanına farma.az veb saytının müraciət bölməsi vasitəsilə, habelə 012 596 07 12 qaynar xətti ilə əlaqə saxlaya bilərlər.